Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. İslam deyir ki, verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Həcc insanın Allaha qovuşma arzusudur. Bu, Hz. İbrahim əleyhissalamın duası, Hz. Muhammed sallallahu aleyhi və alihi və səlləmin addımları və milyonların göz yaşı ilə yoğrulan bir səfərdir. Hz. İbrahim əleyhissalamdan qalan bir nida var havada. Gəlin, Allahın evinə gəlin. Bugünkü verilişimizdə bu çağırışın sirrini qonağımız Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, Qala Kənd Məscidinin imamı, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli ilə birlikdə açmağa çalışacaq. Elnur müəllim, xoş gəlmisiniz. Necəsiz? Xoş bulduk Rabbas bəy. Çox sağ olun. Təşəkkürlər. Sualıma keçmək istəyirəm Elnur müəllim. Həzrəti Peyğəmbər sallallahu buyurub, həcc cənnətdən başqa əvəzi olmayan bir ibadətdir. Elnur müəllim, həccin mahiyyəti nədir və Qurani Kərim bu ibadəti necə təsvir edir? Hac müsəlmanların üzərində olan vacib olan ibadətlərdən biridir. Lüğəvi mənada hac yönəlmək, ziyarət etmək, nəzərdə tutmaq mənalarını verir. Ancaq istilahi olaraq isə bir dini termin olaraq istilahi mənası isə müəyyən olunmuş ilin müəyyən bir vaxtında müsəlmanlar üçün müqəddəs olan yerləri, Məkkə şəhəri içərisində yerləşən Kəbəni, Ərafatı, Müzdəlifəni və digər yerləri ziyarət etmək şəklində istilahi olaraq ifadə edə bilərik. Eyni zamanda Quran-ı Kərimdə hac necə ifadə olunur? Quran-ı Kərimdə istəsəz bunun haqqında qısaca tarixçəsindən bəhs edək və o zaman daha yaxşı başa düşülə bilər. Buyurun mən. Hac ibadəti Quran-ı Kərimdə İbrahim Aleyhisselamın vaxtından bəri olduğu qeyd olunur. Hac surəsində 26-28-ci ayətlərində xüsusən və İbrahim Aleyhisselam yeni doğulmuş övladı İsmaili anası Həcərlə bərabər əvvəlcə heç bir insan yaşamayan Məkkə ərazisinə yerləşdirir, Allahın əmri ilə təbii ki. Daha sonra oraya başqa qəbilələr gəlir, orada insanlar yaşayır və bir müddət sonra yenə İbrahim Aleyhisselam gedib bir neçə il sonra ailəsini ziyarət edir və Allahın əmri ilə orada bir məbəd tikməyə başlayır və bu işdə İsmail Aleyhisselam da ona kömək edir. Və Quran-ı Kərimdə Bəqərə surəsi 127-ci ayətdə İbrahim Aleyhisselamın orada məbəd tikməsindən bəhs olunur. Buyurulur ki, Bismillahirrahmanirrahim. Və iz yərfə İbrahimul qavaidə minəl beyti və İsmailu Rabbənə təqəbbəl minnə innəkə əntəs-səmi'ul alim. İbrahim beytin dirəklərini qaldırdıqda və İsmaillə bərabər onu inşa etdikdə dedilər ki, ey Rəbbimiz, onu bizdən qəbul et və həqiqətən sən eşidənsən, bilənsən şəklində dua etdilər. Və o gündən o Kəbəni inşa etdikdən sonra insanları, yəni İbrahim Aleyhisselamın oraya hacca dəvət etməsi, ziyarətə dəvət etməsi də yenə Quran-ı Kərimdə ifadə olunur. Hac surəsi 26-28-ci ayətlərdə İbrahim Aleyhisselama deyilir ki, mənə heç bir şey şərik qoşma və evimi namaz qılanlar, rükû edənlər, səcdə edənlər üçün təmiz saxla və eyni zamanda ondan sonraki ayətlərdə də insanlar buraya piyada halda və yaxud da uzaq yollardan dəvələr üstündə, miniklər üstündə gəlib ziyarət etsinlər şəklində ayətlərdə ifadə olunur. Və gördüyünüz kimi hac ibadəti İbrahim Aleyhisselamın vaxtından bəri başlayır Quran-ı Kərim ifadəsi ilə. Ancaq Kəbənin, onların inşa etdiyi məbənin buna Kəbə adlanır. Kəbənin tarixi isə bəzi qaynaqlara görə ondan daha əvvələ gedir. Çünki yenə Quran-ı Kərimdə ayətdə buyurulur ki, Ali-İmran surəsi 96-cı ayətdə Bismillahirrahmanirrahim. İnnə əvvələ beytin vudi'a lin-nasi ləl-ləzi bi Bəkkətil mübərəkə və hudən lil-aləmin. İnsanlar üçün yer üzərində inşa edilən ilk ev aləmlərə hidayət qaynağı olan mübarək Məkkədir. Və Məkkədir dediyim Məkkədəki evdir. Tarixinə baxdığımız zaman isə Kəbənin tarixinin Hz. İbrahimdən daha əvvələ getdiyi qeyd olunur bəzi qaynaqlarda. Quran-ı Kərimdə də Ali-İmran surəsi 96-cı ayətdə buyurulur ki, Estağfirullah, İnnə əvvələ beytin vudi'a lin-nas ləl-ləzi bi Bəkkətil mübərəkən və hudən lil-aləmin. İnsanlar üçün ilk inşa edilmiş ev, məbəd, aləmlərə hidayət qaynağı olan və mübarək Məkkədəki binadır, Məkkədəki məbəddir şəklində Ali-İmran surəsi 96-cı ayətdə bu ifadə olunur. Bəzi qaynaqlara görə Kəbəni ilk dəfə Həzrət Adəm inşa etmişdi. Daha sonra həmin Kəbə
uçulub dağılıb, yeri belə bilinməyib. Ondan sonra Allahın əmri ilə İbrahim Aleyhisselam onu Yenidən köhnə, bəli, əsaslar üzərində, köhnə bünövrəsi üzərində yenidən bərpa etmişdi İsmail Aleyhisselamla bərabər. Və bu şəkildə İbrahim Aleyhisselam insanları hac ibadətini etmək üçün insanları Kəbəyə ziyarət etməyə çağırır, insanları dəvət edir və bu da yenə Quran-Kərimdə ifadə olunur. Həcc bədənlə deyil, könülle edilən bir səfərdir. Bu səfər qəlbi Allaha aparır, insanı günahlardan yuyur, onu ilk halına, pak fitrətinə qaytarır. Elnur müəllim, həcc kimlərə vacibdir və bu ibadəti yerinə yetirmək üçün hansı şərtlər lazımdır? Hac ibadəti gücü çatan müsəlmanlara vacib olan bir ibadətdir. Və bunun haqqında ayət-i kərimədə Ali İmran surəsi 97-ci ayətdə buyurulur ki: "Vəlillahi alən-nasi hiccul beyti men istata'a ilayhi sabila." Yoluna gücü çatanın, yəni getməyə gücü çatanın üzərinə beyti hac etmək insanlar üzərində bir vacibdir. Allah üçün oranı ziyarət etmək insanlar üzərində bir vacibdir şəklində ayətdə buyurulur. Bundan başqa yenə İslamın şərtləri sayılarkən Hz. Peyğəmbər hac ibadətində İslamın şərtlərindən biri olaraq qeyd edilir. Bu barədə gələn hədisdə Hz. Peyğəmbər buyurur ki: "Bunyel İslamu alə xamsin." İslam 5 əsas üzərində qurulmuşdur. Şəhadəti əllə iləhə illallah və enne Muhammedən abduhu və rəsuluhu. Allahdan başqa ilah olmadığına və Muhammed sallallahu aleyhi və səlləmin onun qulu və rəsul olduğuna şəhadət etmək və iqamis salə, namaz qılmaq və itəi zəkə, zəkat vermək və savmi Ramazan, Ramazan orucunu tutmaq və hiccül beyt limən istəta'a ileyhi səbilə şəklindəki hədisdə gücü çatana, yəni getməyə gücü çatana da hac ziyarəti, beyti ziyarət etmək, beyti hac etmək şəklində İslamın 5 əsasından biri də hac etmək. Və hac kimlər üzərinə vacibdir? Bildiyimiz kimi hac ayətdə də, yenə hədisdə də ifadə olduğu kimi gücü çatan üzərinə vacibdir. Bildiyimiz kimi hac ibadəti həm mal ilə, həm də bədənlə edilən bir ibadətdir. Yəni bir insanın hac etməsi üçün ən birinci şərt onun müsəlman olmasıdır. Müsəlman olduqdan sonra ağlı başında olması lazımdır. Yəni hər hansı bir ruhu və ya psixi problemi olan şəxslər digər ibadətlər olduğu kimi hac da vacib deyil. Bundan başqa insan azad olmasıdır, alınması lazımdır. Həbsdə olan, əsirlikdə olan və ya hər hansı bir sıxıntı olan insana bildiyimiz kimi vacib deyil. Bundan başqa insanın zəngin olması lazımdır. Bu zənginliyin miqdarı da nədir? Ailəsinin nəfəqəsini ödəyə biləcək qədər zənginliyi olur və eyni zamanda hac ziyarətinə gedib gələ biləcək qədər müəyyən miqdarda maddi sərvəti olan şəxslər. Nur müəllim, burada Allahın nəfəqəsi ailənin nəfəqəsi dediyimiz gedib gəldiyi müddətdə onu təmin etməkdən söhbət gedir, yoxsa ümumən ailəsini saxlamağa maddi gücü çatmalıdır? Ümumi olaraq bu şəxs ziyarətə gedəcək, bir müddət uzaqda olacaq. O gələnə qədər ən azından ailəsinin normal dolanışını təmin edə biləcək qədər bir miqdarda ailəsinin yanında qoyub getməlidir. Və yenə orada hacdakı ziyarətində lazım olan xərclərini, yol xərclərini ödəyə biləcək şəkildə imkanı olmalıdır. Əgər bu şəkildə imkanı varsa və insan sağlamdırsa, gücü çatırsa fiziki olaraq və eyni zamanda yol problemi də yoxdursa, indi hal-hazırda təyyarə ilə gedirlər və ya bildiyim qədərilə bütün yerlərdən təyyarə, bəzi yerlərdən, yaxın yerlərdən avtobusa gedirlər. Əgər getməkdə də bir yol sıxıntısı, bir təhlükə yoxdursa, o zaman gücü çatan şəxs üzərinə hac etmək vacibdir. Və bu Hz. Peyğəmbər buyurur ki, əgər gücünüz çatırsa, hac etməyə imkanınız varsa bunu gecikdirməyin. Elə ola bilər ki, imkanınız əldən gedər, xəstələnərsiniz və yaxud da başqa bir işiniz çıxa bilər. Yəni bu fürsəti qaçırmayın deyir Hz. Peyğəmbər. Və ona görə bu fürsət kimin əlinə düşsə, yəni tez bir zamanda ondan istifadə edib hac ibadətini yerinə yetirməyə çalışmalıdır. Həccin hər mərhələsi insana Allaha yaxınlaşdıran bir ruh təmizliyidir. Elnur müəllim, həcc zamanı müsəlman hansı ibadətləri yerinə yetirir və mənası nədir? Hac ibadəti əslində bir sistemli bir ibadətdir. Burada bir çox ziyarət olunan yerlər var, bir çox rituallar var və bunlar sırasıyla desək, bir müsəlman hacca gedərkən mübarək torpaqlara, yəni Məkkə şəhərinə daxil olmazdan əvvəl ehram geyməlidir. Və ehram da miqat deyilən yerlərdə geyinir. Ya miqat yerlərində geyinir və yaxud da öz ölkəsində də geyinib birbaşa gedə bilər. Ehram geyinən şəxs, bildiyimiz kimi ehram kişilərə üçün vacib olan bir şeydir. Qadınlar normal paltarlarında gedirlər.
ehram geyinən şəxs tikişsiz, yəni tikişi olan heç bir paltar geymir. Sadəcə iki böyük parçaya bürünərək bu şəkildə ehrama girir və ehramın öz şərtləri var. Ehrama girən şəxs normal etdiyi davranışların bir çoxunu edə bilmir. Həmin davranışlar ona haram olur. Məsələn, ətir vurmaq, saçını kəstirmək və yaxud da bir çox xırda detallar var ki, bunu fiqh məktəblərin kitablarında, elmihal kitablarında tapmaq olar. Eyni zamanda ehramlı olan şəxs hac əsnasında Məkkə şəhərinə daxil olduqdan sonra, haram bölgəyə daxil olduqdan sonra orada bir otu belə qopara bilməz. Yəni onun üçün qadağandır. Həşərat belə üzərinə qonarsa onu öldürməyə biləcəksiniz. Bəzi zərərli insan həyatına təhlükəli həşəratlardan başqa digər həşəratları öldürə bilməz. O heyvanı ürküdə bilməz, bir ağacını sındıra bilməz, bir budağı qıra bilməz. Yəni bunların hamısı həmin insan üçün etməsi lazım olan, uyması lazım olan xüsuslardır. Bundan başqa ehramı giydikdən sonra ehrama niyyət edir, şəxs qüsl alır, ehrama niyyət edir və bu məqsədlə ehramı geyib namazını qıldıqdan sonra mübarək Məkkə şəhərinə daxil olur. Məkkə şəhərinə daxil olduqdan sonra ümrə ilk başda gedənlər adətən ümrə edirlər. Ümrə və haccı bir yerdə edirlər. Əvvəlcə ümrələrini edirlər. Ümrə, yəni Kəbəni təvaf edirlər, səy edirlər Səfa və Mərvə təpələri arasında və saçlarını bir miqdar kəstirərək həmin ehramdan çıxırlar. Amma haccın əsas ibadəti isə Ərəfə günü başlayır. Ərəfə günü hac ibadətləri Ərafatda başlayır. Və Həzrət Peyğəmbərin bir hədisində buyurur ki, Əl-Haccu Ərəfə, hac Ərafatdır, hac Ərafatda olmalıdır mənasında. Ərəfa bilmək, anlamaq mənasına verən bir kəlmədir. Və orada əslində Məkkə ətrafında bir böyük ərazidir. Cəbəlur Rəhmə və onun ətrafındakı əraziyə Ərafat deyirlər və həmin Ərafatda Ərəfə günü, yəni Qurban bayramından bir gün əvvəl o günü Ərafatda keçirmək lazımdır. Ora vəqfə, Ərafat vəqfəsi, vəqfə dayanmaq, durmaq mənasını verən bir kəlmədir. Həzrət Peyğəmbər həmin günü, Ərəfə gününü vida həcini edərkən Ərəfə gününü orada dayanaraq, orada duraraq, ibadətlə, dua ilə keçirmişdi. Və müsəlmanlar da Ərəfə gününü həmin dediyimiz Ərafat bölgəsində duraraq ibadətlə keçirirlər və burada namazlarını cəm edirlər. Burada bütün məzhəblər ittifaqdadır ki, orada günorta və ikindi namazları günortanın vaxtında cəmi təqdim olunaraq qılınır və daha sonra isə axşama qədər, gün batana qədər həmin Ərafatda vəqfə edirlər. Durub orada dua edirlər, tövbə edirlər və təfəkkür edirlər. Bundan sonra isə axşam olduqdan sonra isə yenə ibadətlər davam edir təbii ki. Axşam olduqdan sonra Müzdəlifə deyilən bölgəyə keçirlər. Bunlar qısa-qısa keçirəm və ondan başqa xırdalıqlar da var. Müzdəlifədə axşam və işa namazlarını, işa namazının vaxtında cəm təxir edərək qılırlar və ondan sonra gecəni Müzdəlifədə keçirdikdən sonra Mina deyilən bölgəyə qayıdırlar. Mina bölgəsindən sonra hacı namizədləri şeytan daşlamaq deyilən cəmarat yerlərinə gedirlər və orada həmin simvolik olaraq şeytan daşlarına, belə deyək ki, o daşları xırda daşlar atırlar. Burada əslində orada bu simvolikadır təbii ki. Bunda əsli Həzrət İbrahimdən gəlir. Həzrət İbrahim oğlu İsmaili qurban etmək istəyərkən şeytan onlara gəlib, onları bu işdən çəkindirməyə çalışır. Onların Allaha iman etmək, Allahın əmrini yerinə yetirməkdən çəkindirməyə çalışır. Bu zaman Həzrət İbrahim onu daşlayır. Və müsəlmanlar da simvolik olaraq orada şeytan daşlamaq əməlini simvolik olaraq yerinə yetirirlər. Bu zaman insan öz nəfsini, öz egosunu, öz mənfəətpərəstliyini, öz dünyaya bağlılığını daşlamış kimi deyə bilər ki. Əslində bunun mahiyyəti budur. Və bundan başqa insanlar, oradakı hac namizədləri qurban kəsirlər ki, buna da hədiy qurban deyilir. Və qurban kəsdikdən sonra isə ən son ziyarətin əsası olan təvafa gedirlər və burada ziyarət təvafını həyata keçirirlər. Ziyarət təvafını etdikdən sonra isə ziyarət təvafından əvvəl də ihramdan çıxmaq mümkündür. Onlar dediyimiz bu ibadətlərin hamısı ihramda edilir. Və ziyarət təvafını etdikdən sonra da yenə saç kəstirərək və ya saçı saqqal qısaldaraq ehramdan çıxırlar.
Və bundan sonra bir neçə günü yenə bu şəkildə ibadətlər davam edir. Mina deyilən bölgədə. Yəni ehramdan çıxdıqdan sonra həccin əsas hissəsi tamamlanmış olur da, əsas ibadət tamamlanmış olur. Bəli, əsas ibadət tamamlanmış olur. Bundan sonra isə geri qalan 2 gün və ya 3 gün davamlı olaraq yenə Mina deyilən bölgədə qalıb, oradan yenə şeytan daşlamağa, yenə tavaf etməyə gedirlər. Bu şəkildə. Amma haccın əsası ziyarət təvafı ilə tamamlanmış olur. Ehrama girib, ehramdan çıxmaqla əsas hissə tamamlanmış olur. Və ondan başqa yenə təvafdan sonra səy deyilən bir şey var ki, Səfa və Mərvə təpələri arasında biraz yüksək sürətlə bəzi yerlərdə yüksək şəkildə qaçış, yəni asta qaçış və yüksək şəkildə biraz yeyin şəkildə yerimək. Və bu səy etdikdən sonra əsasən təvafı, ziyarət təvafında etmiş olur həmin hac namizədi şəxslər və bu şəkildə haccın əsas rükunlarını bitirmiş olurlar. Elnur müəllim, dinləyicilərimizə daha aydın olmaq üçün bu səy məsələsində Həcər anamızla bağlıdır, düzdürmü? Onunla bağlı bir qısa məlumat versəz. Əslində haccdakı ibadətlərin bir çoxunun simvolik mənaları var. Bayaq ifadə etdiyimiz şeytan daşlamağın da, eyni zamanda Kəbənin başına dolanmağın da və ondan başqa səyin də. Səy dediyimiz şey isə Səfa və Mərvə təpələri arasında hacı olan şəxslərin yeriməsi, bəzi yerlərdə isə daha sürətlə yeriməsi və ya qaçması. Kişilər bunu adətən qaçaraq edir, qadınlar isə daha yavaş şəkildə hərəkət edirlər. Bunun simvolik mənası isə yenə Həzrəti İsmailin anası Həcər anamızla bağlıdır. Həzrəti İbrahim əleyhissalam öz həyat yoldaşı Həzrəti Həcəri və övladı kiçik, yəni uşaq yaşında olan övladı Həzrəti İsmaili o susuz quraq bir bölgəyə, heç kəsin yaşamadığı bölgəyə qoyub getdikdə və onların yanında çox az miqdarda yemək və su var idi. Daha sonra onların yeməyi suyu bitir və Həzər anamız övladı susuzluqdan tələf olmasın deyə onu su axtarmağa başlayır. Və bu zaman su və yaxud da bir insan keçirmi deyə tez-tez təpələrin üstünə çıxır. Səfa təpəsindən Mərvə təpəsinə, Mərvə təpəsindən Səfa təpəsinə qaçmağa başlayır və bunu 7 dəfə olduğunu ifadə edirlər. Və bu zaman Həzrət İsmailin ayağının altından su fışqırdığı hədislərdə, rivayətlərdə nəql olunur və həmin suya da Zəmzəm suyunun olduğu ifadə olunur. Və bu şəkildə hac ibadətini edən şəxslər də Həzrət İbrahimin, Həzrət İsmailin və Həzər anamızın etdiyi hərəkətləri sanki yaşadırlar. Onun təmsili olaraq yenidən həyata keçirirlər. Və bu şəkildə ibadətlərini həyata keçirirlər. Həzrəti Peyğəmbərimiz salavatullah buyurub, kim Allah rızası üçün həcc edər və günahdan uzaq durar, anasından doğulduğu gündə kimi günahsız olar. Elnur müəllim, həcc ibadəti insanın həyatında hansı dəyişikliklər yaradır və bu ibadətin fərdi və ictimai faydaları nələrdir? Hac ibadətinin əslində çox dərin mənəvi faydaları var. Çünki insan ibadət edən bir şəxs gündə 5 dəfə yönəldiyi Kəbəni gedib insan gözü ilə, gedib öz gözü ilə görür və bu zaman çox dərin mənəvi duyğular keçirir. Və eyni zamanda Həzrət Peyğəmbərin yaşadığı, sahabələrin yaşadığı yerlər görür və Kəbəni təvaf edir. Bu zaman Kəbəni təvaf edərkən və yaxud da Ərafatda olarkən fərqli millətlərdən fərqli insanlar görür. İrqindən və yaxud da millətindən, statusundan, vəzifəsindən, mövqeyindən asılı olmayaraq bütün insanların eyni geyimdə olduğunu, eyni şəkildə olduğunu görür. Və eyni zamanda bu hal, yəni Ərafatda və yaxud da təvafda insanların eyni şəkildə, eyni paltarda bir-birindən fərqləndirəcək bir xüsusiyyətin olmaması insanlara sanki məhşər meydanını təmsil olaraq onları xatırladır. Və onların məhşər meydanında Rəbbi qarşısında nə cavab verəcəyini insanlara düşündürür. İnsanlara bu baxımdan haccın fərdi və mənəvi faydaları çoxdur. İnsan qiyamət gününü sanki bir məhşər meydanını xatırlayır və o gün üçün nə hazırladığını baxmağa çalışır. Və o gün ona sərvətinin, mövqeyinin, vəzifəsinin, tanışlarının, millətinin və yaxud da zənginliyin heç bir fayda verməyəcəyini, hər kəsin eyni şəkildə olacağını insan düşünür və bu hal insana biraz, belə deyə bilərik, mənəvi hallar bəxş edir. Təbii ki, düşünən insana. Bundan başqa, hac ibadətini edən şəxs ifadə etdiyimiz kimi fərqli insanlarla
tanımadığı insanlarla, bəzən də fərqli millətlərdən olan insanlarla müəyyən vaxt keçirir, fərqli mədəniyyətlərlə tanış olmuş olur, dostluq əlaqələri qura bilir və bu da fərqli cəmiyyətlərdə yaşayan müsəlmanların həyatı haqqında məlumatlanır, onların problemlərini yaxından öyrənir və bütün dünyadakı müsəlmanların qaynayıb qarışmasına əslində bir-birlərini tanımasında həccin böyük faydaları var. Bu Qurani-Kərimin dediyi kimi bütün müsəlmanlar qardaşdır. O qardaşlığı biz orada yaşaya bilərikmi? Elnur müəllim, o ibadət biz onu yaşada bilərmi? Təbii ki, bütün müsəlmanlar qardaşdır və oradakı qardaşlığı hacda olan şəxs daha dərindən hiss edir. Çünki fərqli millətlərdən, fərqli irqlərdən, fərqli coğrafiyalardan gələn şəxslər bir qardaş kimi davranırlar və insan özünün əslində bütün dünyada onun özünün qardaşları olduğunu hiss edir. Və bu qardaşlığı əslində ən dərin şəkildə insan hac ziyarəti, hac əsnası zamanı yaşayır. Və eyni zamanda hac edən şəxsə Həzrət Peyğəmbərin müjdəsi vardır ki, onun əgər səmimi qəbul olunmuş bir hac edərsə, onun günahları bağışlanar və onun qarşılığında cənnəti qazanır. Bir hədisdə Həzrət Peyğəmbər buyurur ki, Əl-Haccu məbrur, leysə ləhu cəzəən illəl cənnə. Məbrur haccın qarşılığı yalnız cənnətdir. Və insan mənəvi olaraq yeniləndiyini, günahlarının bağışlandığını deyə bilərik, düşünür və eyni zamanda qul haqqına girməməyə çalışır və özünün sanki yeni səhifə açılmış əməl dəftərində artıq çirkləndirməməyə, artıq pis işlər görməməyə çalışaraq bu şəkildə həm özünə, həm də cəmiyyətə faydalı insan olmağa çalışır. Elnur müəllim, suallara ətraflı cavab verdiniz. Buna görə sizə təşəkkür edirik. Son olaraq bir sualımı vermək istəyirəm. Həcc ibadəti sizin də bayaq qeyd elədiyiniz kimi gücü çatanlar üçün bir dəfədimi, yoxsa davamlı olaraq, yəni bu miqdarı nə qədərdir? Çünki tanıdığımız insanlar var ki, gücü çatdığından dolayı hər il həcdə olurlar. Yəni o sizin bayaq qeyd etdiyiniz gözəllikləri yaşayırlar. Bunun miqdarı nə qədərdir, zəhmət olmasa? Müsəlmanın üzərinə vacib olan hac ziyarəti ömrdə bir dəfədir. Yəni bir insan ömründə bir dəfə hac ziyarəti etsə, artıq onun üzərinə vacib olan məsuliyyəti, vacib olan hac ziyarətini etmiş hesab olunur. Amma daha artıq etmək istəyən təbii ki, nafilə ibadət olaraq bunu edə bilər. Ancaq yenə gücü çatmayan, amma imkanı olub fiziki şəkildə gücü çatmayanda başqasını da öz yerinə hac ziyarətinə göndərə bilər. Və bunun təbii ki, mənəvi savabı göndərənə aiddir, amma digəri də savab qazanmış olur. Yəni həcc ibadəti olmur da, vacib dediyimiz həcc ibadəti olmur. Fiziki gücü çatmır, maddi gücü çatır. Ehtiyaclı birisini göndərir, yəni savabı qalır da həmin insana şəxsən. O zaman da həmin, əgər birini öz yerinə vəkil təyin edib göndərirsə, həmin ibadəti yerinə yetirmiş sayılır. Ancaq dediyimiz kimi, ömürdə bir dəfə edilən hac ibadəti vacib olan hac ibadətidir gücü çatan üçün. Digər əlavə gedilənlər isə nafilə ibadətlərinə keçir. Elnur müəllim, dinləyicilərimiz də bizə qulaq asır. Kimlər ki, həcdə olmayıb, o vacib ibadəti yerinə yetirməyə Allah nəsib etsin. Digərləri olanlara isə nafilə ibadət kimi bir daha getməyə Allah onlara da, bizlərə də nəsib etsin. Elnur müəllim, İslam deyir ki, kollektiv adından gəldiyiniz üçün sizə təşəkkür edirik. Çox sağ olun. Həcc sadəcə fiziki bir səfər deyil. Bu, ruhun Allaha doğru yönəlməsidir. Allah Taala hər bir müsəlmana bu böyük ibadəti anlayaraq və layiqincə yerinə yetirməyi nəsib etsin. Son olaraq Həzrəti Peyğəmbər salawatullahın bir duasını xatırlayaq. İlahi, həccimizi qəbul et, günahlarımızı bağışla və bizi öz yolundan ayrı salma. Elə bu dua ilə də Allaha əmanət olun.